Salam dostlar. Bildiğiniz kimi sınavlar kim bilmirsə məlumat olsun. Sınavlar paylaşılır 7-ci sinifə aid. Həmin o sınavın ikinci hissəsindəyik. Çünki birinci sınaq artıq paylaşılıb və izahı da YouTube kanalında var. İkinci sınaq paylaşmışdım. Təəssüf ki az adam işləyir. Öz şagirdlərim işləyir o heç. Amma belə qıraq şagirdlər az işləyir. Bu videoları və yaxud da ki həmin sınaqları dostlarınıza önərin, işləsinlər, görsünlər nəticə necədir. Şagird ki, daha doğrusu mənim şagirdlərimdə isə nəticələr təəssüf edirəm ki, aşağıdır. Aşağıdır. Bilmirəm şagirdlər bunları oxumur və yaxud da bu, çünki bu məlumatlar dərsdə deyilir. Təbii ki, riyaziyyat elə bir şey ki, hamısı deyilə bilməz. Suallar ola bilsin ki, sizə fərqli gəlir. Sınaqda bir də görürsünüz də, məsələn, şagirdə fərqli sual düşür. Bu da normal haldır. Şagird əgər inkişaf etdirmək istəyirsə, özü də biraz çalışmalıdır. Yəni sınağa gözləməməlidir ki, müəllim filan dəstə demişdi, həmin sual düşdü, gəldi sınağa. Elə bir şey yoxdur. Belə deyirlər, elə bir dünya yoxdur. Yəni sınağa sənin biliyi ölçmək üçün sınaq eləyirlər. Qorxulu bir şey də yoxdur. Az yazırsansa eybi yox. Amma hər dəfə az yazırsansa bu bəli problemdir artıq. Hər dəfə az yazmaq olmaz. Az yazıb öyrənirsənsə heç bir problemi yoxdur. Əgər bu videoya baxıb həmin bu səhvləri öyrənirsənsə heç bir problem yoxdur. Əladır hər şey. Öyrən təki. Başa düşdünüz necə? Onsuz da mən bu izahlarını YouTube-a atmaqda məqsəd odur ki, siz bu səhvlərinizi öyrənəsiniz ki, tətbiq eləyə bilərsiniz növbəti sınaqlarda. Əgər bu tiplər suallar qarşınıza çıxsa. Neysə, suallarımızdan birincisi sual çox rahat bir sualdır əslində. Əslində çox rahat bir sual tipindəndir. Sadəcə hesablamaq tələb olunur. Və açıq sualdır. Bizə deyir ki, 8-də 3-ü götür, 8-də 3-ü götür. Vur nəyə? Mənfi 9-da 20-yə. Mənfini boş ver uşaqlar. Bunun cavabı onsuz da mənfi olacaq. Mənfini boş ver. Necə eləyirsən? 8 ilə 20-ni ixtisar aparırsan 4-ə. Burada qalır 2, burada qalır 5. 3-ü də bölürsən 9-a eləyir burada 3, burada 1. Bunları bir-birinə vuranda neçə eləyir? 5-i vuranda 1-ə 5, aşağıda 2-ni 3-ə vuranda 6. Amma necə? Mənfi. Çünki mənfini müsbətə vurmuşam. Mənfi 6-da 5-i aldın, saxla. Sonra geç bu biz tərəfə. Çünki axı birinci bölmə vurma olur. Burada nə deyir? 3-də 1-i böl 11-də 4-ə. Yəni 3-də 1-i vur nəyə? 11-də 4-ün tərsinə. 4-də 11-ə. 4-də 11-ə. Bunları da vuranda, sürətləri bir-birinə vuranda 11, məxrəcləri bir vuranda 12. Yəni 12-də 11. Sonra burada ortada baxın, toplama işarəsi var. Yəni sən mənfi 6-da 5-in üzərinə 12-də 11-i gəlsin. 6-da 5 də nə deməkdir? Mənfi 6-da 5 də nə deməkdir? Mənfi 12-yə gətirirəm, 2-yə vururam məxrəci sürəti, eləyir 12-də 10. Mənfi 12-də 10. Yəni, mənfi 12-də 10-un üzərinə mən gəlməliyəm. İkinci hesablamaq nə idi məndə? 12-də 11. 12-də 11. Bu da 12-də 11-dən 12-də 10-u çıxmaq deməkdir. 12-də 1 eləmiş olacaq. 1 eləmiş olacaq. Və yaxud da məxrəclər eynidirsə, mənfi 10-un üzərindən müsbət 11 gələndə nə olacaq? Müsbət 1. 12-də 11 bizim cavabımızdır. Birinci sualın cavabı 12-də 11 eləmiş olacaq. Asan sual idi. Bax, bu sualda səhv elədi uşaqlar. Uşaqlar, burada bir dənə diqqətli baxın nəyə əsas. Bax, burada dairə var, burada dairə. Qaralanmayıbsa, sən bunları daxil variantlarını götürə bilməzsən. Və bir də deyirəm, əgər ədəd oxumda belə bir dairə alıbsa, üst qoyubsa, sən burada kiçikdir, bərabərdir, böyükdür, bərabərdir, bərabər hallarını boş ver. 3 daxil deyil axı burada. Qaralamayıb. Əgər yox, daxildir işarəsi, məsələn, daxildir işarəsi 2 yazıbsa, buranı qaralayıbsa, ədəd oxumda belə qaralanıbsa, bu 2-ni götürə bilərsən. Yəni, böyükdür, kiçikdir işarəsini qoymalısan. Böyükdür, kiçik işarəsini qoymalısan orada. İndi baxaq. Bizdə ədəd oxumda, uşaqlar, ədəd oxumda, baxın, mənfi 5 üzərində dairə var. O dairənin içi qaralanmayıb. Deməli, sənin cavabların B variantı, D variantı ola bilməz. Kiçikdir, böyükdür, bərabər işarəsi ola bilməz. Bərabər halı yoxdur. İndi baxaq həllinə. Bax, mənfi 5-dən mənfi tərəfə doğru gedib. Məsələn, mənfi 6 götürürəm. Məsələn, doğru deyirəm. Mənfi 6, mənfi 6 var da burada. Mənfi 6 qoysan A variantına ya, müsbət 6 olacaq. Müsbət 6 5-dən kiçikdir bə ya. Yox, deməli A variantı deyil də cavab. Cavab burada C variantıdır. İndi baxaq nəyə? Həll eləyək. A variantını həll eləyək. A variantının həlli nədir? Mənfi 5, kiçikdir işarəsi X, kiçikdir işarəsi 5. Yəni, bir modul
tənliyi əlləmək üçün kiçik işarəsi varsa, böyük işarəsi varsa eynidir. Bir dəfə mənfisini, bir dəfə müsbətini yazıb 2 qat bərabər şəkildə yazırıq. Bunun həlli əgər kiçikdir veribsə, öz arası olur. Yəni mənfi 5 5 olur. Mənfi 5 5 olur. 5 öz arası. Öz arası. Yox, əgər böyük işarəsi verirlərsə və yaxud da fərqi yoxdur, böyük bərabər də verə bilər. Böyük işarəsi veribsə, deməli bunun kənarları olur. Bax, kənarları. Mənfi 5-in kənarı sol tərəfə nədir? Mənfi 5-dən bu tərəfə mənfilər. Ox üzərində yazıb. 5-in kənarları nə olur? 5-dən sonra gələnlər müsbət ədədlər. Deməli bizə hansı variant lazım idi? Bizə C variantı lazım idi. Bizdə A variantı həll eləyəndə axı mənfi 5 5 oldu. İkisinin arası oldu. Bax, buranı oldu axı. Bax, buranı verdi. İkisinin arası. Bu ikisinin arasını ştrixləməyib. Bax, bu ştrixləyib 5-dən sonrakıları, mənfi 5-dən sonrakıları. Yəni böyükləri. Düzdürmü? Burada cavab C variantı olmuş olacaq. Növbəti sual. Bunu şu an çox uşaqlar səhv yazıb. Uşaqlar burada ehtiyatlı olmayın. Burada demir 12-dən 3 çıx. 12-dən 3 vahid məsafədə. Belə demir axı. 12-dən 3 vahid məsafə nə deməkdir? 12-dən bir dəfə 3 çıx. Elə 9. 12-dən 3 vahid məsafə ikincidə ola bilər. 12-dən üstünə 3 gəl, eləsin 15. Hə? Bunu demir. Deyir ki, 3 vahiddən az məsafədə. Uşaqlar, bunu yazdıq ha. 12-dən 3 vahid məsafələri. 9, 15. Deməli, 9 ilə 15 arasında olacaq. 9 ilə 15 arasında olan istənilən ədəd bunun cavabıdır. Məsələn, 10 da ola bilər, 11 də ola bilər, 12 də ola bilər, 13 də ola bilər, 14-də dayanacaq. Tam ədədlərdən söhbət gedir. 14-də dayanacaq. Bu ədədlərdən biridir. Deyir, hansı yerləşir? Cavablardan hansı var? 14 var. Cavab C variantı. Düzdürmü? Bir də deyirəm, 12-dən 3 vahid məsafə ya 9-dur, ya 15-dir. Amma bu deyir ki, həmin o 3 vahiddən az olsun. Gedib çatmasın 9-a. Daha doğrusu 9-u keçməsin. Baxın. Cavabımız 14, düzdürmü? Bax, ədəd oxunda da baxın göstərək. Bax, ədəd oxunda əgər 12 buradadırsa, 3 vahiddən az məsafə nədir? 12-dən 2 vahid get də. 12-dən 2 vahid gedəndə hara gəlib düşəcəksən? 14-ə. 12-dən 2 vahid bura gedəndə hara gəlib düşəcəksən? Bax, 11 buraydı, 10 da buraydı da, düzdürmü? Demək ki, bu aralıqda hər şey ala bilər də. Bax, mən də onu da yazmışdım bayaq. 10 ala bilər, 11 ala bilər. Sonra nə bilim 13 ala bilər, 14 ala bilər. Bax, bunları ala bilər də. 14 də var da cavabda, seç. Cavabların çoxu 9 seçib. Elə bilib ki, 12-dən 3 vahid məsafə nə deməkdir? Az özü də seçiblər, belə bir məntiq irəli sürüblər. 12-dən 3-ü çıxıblar, 9 seçiblər. Bərabər 9 yazılır. Bu tamamilə yanlış bir fikirdir. Bunu dəfələrlə dəstə deyilib də bu. Dəstə deyilməsə, 12-dən 3 vahid az məsafə o deməkdir ki, üzülü sayın. Ədəd oxunda da göstərdim məntiqi olaraq. Həmin aralıqda olsun. 10-dan 14 arasında ədəd olsun. O da 14-dür. Qaydası da budur ki, 12-dən 3-ü çıxıram, 9 eləyir. 12-nin üzərinə 3 gəlirəm, axı böyük də ola bilər. Yəni 3 vahid məsafədə 2 cür ola bilər də, 15 də ola bilər. Həmin o 9-dan 15-ə qədər arasındakı ədədlərdən biri ola bilər. 9-15 daxil deyil. Bu da 14 var cavablarda yalnız. Növbəti sual. Uşaqlar, bunun bax bu əvvəlindəki şərt önəmlidir ya. Biz bilməliyik bu Q deyirlər də. Q ilə Z nə deməkdir? Q rasional ədədlərdir, Z isə tam ədədlərdir. Biz bilməliyik ki, bunlar nə deməkdir? Tam ədədlər, rasional ədədlər, natural ədədlər. Uşaqlar, rasional ədədlər daha geniş anlayışdır. Bax, Euler-V diaqramla göstərsək, rasional ədəd, məsələn, Q ilə işarə etsək, bu olar. Tam ədədlər bunun içində olacaq. Z tam ədədlərin içində isə alt çoxluğunda deyək də, natural ədəddə olacaq. Məsələn, üçünü müqayisə eləsəm, ən çox bu üçü olur da. Rasional ədədlərə tam ədədlərə aiddir, tam ədədlərə də natural ədədlərə aiddir. Və nisbətən geniş anlayış rasionaldır. Ondan sonra tamdır, ondan sonra naturaldır. Şərt olaraq da rəqəmlər verib yoxlaya bilərik. Məsələn, natural ədədlər 1 olsa, deyək ki, 3 olsa, 1, 3 naturaldır da. Tam ədədlər isə məsələn üçün mənfi 3 olsa, yəni 1, 3 də natural tamdır, amma mənfi 3 də tamdır da, natural deyil axı. Sonra rasionaldakı məsələn deyək ki 0,5. 0,5 kəsir. Kəsir tam deyil axı ona görə. Bax buradan bu diaqramdan cavabı tapmaq olar. Bizə deyir ki, həmin bu
rasionaldan tamı çıxsaq, çoxluqda bu çıxma işarəsidir axı. Bax belə xətt qoyun nə deməkdir? Çıxma işarəsi. Rasionaldan tam ədədləri deyir çıx. Bax, rasionaldan tamları çıxmaq avtomatik naturalları zadı çıxmaq deməkdir. Bax, buranı qaralasam, məndə nə qaldı mənim nümunəmdə? 0,5 qaldı. Yəni nə qaldı? Kəsir qaldı. Kəsir. Kəsir ədəd hansıdır variantlardan? -4 tam ədəddir. 1 tam ədəddir. 0 tam ədəddir. Kəsir burada 3,2-dir. Cavab burada 3,2 B variantı. Növbəti, məxrəci 24 olan düzgün kəsirlərdən neçəsi sonlu onluq kəsirini göstərir? Hə, uşaqlar, bu tip suallarda 24-ü həmişə sadə vurğulara ayırın. Bu tip sualların hamısı belə həll olunacaq. Sadə vurğular ayırsam 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-ə deməli 1. Olacaq 1. Hə, sadə vurğulara ayırdıq. 2, 2, 2, 3. Bizə lazımdır sonlu onluq kəsir. Sonlu onluq kəsirin məxrəci ancaq 2-lərdən ibarətdir. Ancaq 2 vurğuları lazımdır burada. 2 vurğuları burada nədir? 3 dənə 2, yəni 2-nin kubu. İndi cavab 8 seçim yoxsa yox? 8 seçsəm, mən 24-də 24 kəsirində saymış olacam. Bütün halları saymış olacam. 24-də 24 isə bizdə düzgün olmayandır. Düzgün olmayan. Bu hal sayılmır. Yəni o bir dənə halı oradan çıxıram. Olacaq cavabımız 2 üstü 3, yəni 2, 3-də bir-birindən 8 çıx 1, 7 cavabımız olacaq. Bir də deyirəm. Sonlu onluq kəsiri tapmaq üçün bizə 2, 5 vurğuları lazımdır. 2, 5 vurğuları. Bizim sualda 2 idi, ona görə 2-ni seçdim. 2, 5 vurğuları lazımdır. 2, 5 vurğularını tapmaq üçün bizdə neçədən 2 var, hamısını yazıram. 3-dən 2-nin bir-birinə alınmaq 2 üstü 3 deməkdir. Və bundan da niyə 1-i çıxıram həmişə? Düzgün olmayan kəsir çıxmalıyam oradan. 24-də 24 var. Düzdürmü? Qayda budur. Yox, əgər qaydanı bilmirsənsə, gəlin məcbur sayasan. Gəlin sayaq. Görək 7 dənədir, yoxsa yox. Baxın, sonlu kəsirin məxrəci 2 olmalı. Məxrəcində 2 qalmalıdır. 24-də. Mən gələ 3 yazım. Niyə? 3 ilə 24 xısa geçsin, 8 qalsın ancaq ki. 24-də 3 ola bilər. 24-də demək. 3-ün misləri olacaqlar. Baxın, 24-də 6 ola bilər. Baxın, 6-ya bölsə məxrəcdə 4 qalacaq 2-nin misli. Bax, 3-ün misliləri gələcək. Fikir verin. Artıq belə bir məntiq var. 24-də 9 ola bilər. 24-də 12 ola bilər. 24-də 15 ola bilər. 24-də 18 ola bilər. 24-də 21 ola bilər. Daha artıq 24-də 21 4 deyə bilmərəm axı. Ona görə burada 1, 2, 3, 4, 5, 6, 7 dənə cavabımız olacaq təbii ki. Həmin o qayda ilə tapmaq isə daha əlverişlidir. Bir saymağa ehtiyac yoxdur. Bir də istəyim. Bu sayda vurğulara ayırırıq ədədi. 2, 5 vurğularını seçirik. 2, 5 vurğularını seçirik. Təbii ki, onları bir-birinə vururuq da. Ondan biri həmişə çıxırıq. Düzgün olmayan kəsiri oradan çıxırıq. Növbətə belə bir maraqlı sual da səhv yazıblar. Biraz fərqli sual görən kimi uşaqlar səhv yazır. Ya. Baxın, burada Fahrenheit Celsius'da başqa bir şey yox. Düsturu yazacaq. Bax, bizə deyir ki, Fahrenheit nə deyirdi? Fahrenheit bərabərdir 5-də 9. 5-də 9. Yoxsa 9-da 5. Məndə yandan çıxdı. Hə, 5-də 9. Celsius üstə gəlsin 32 düsturu var. Düzdürmü? Fahrenheit nəyə bərabərdir? Baxın, Fahrenheit nəyə bərabərdir? A-ya. Düzdürmü? Yoxsa 2-aya. Hə, 2-aya. Fahrenheit yerinə 2-aya qoyacağam. 2A. 2A dərəcə deyək də. 2A dərəcə bərabərdir. Celsius yenə də nə yazıb deyir? A dərəcə yazır. Deməli 5-də 9, 5-də 9 A dərəcə üzərinə gəlsin 32. Üzərinə gəlsin 32. Hə, bunları hesablasam nə deməkdir bu? Belə eləyək də, hər tərəfi 5-ə vuraq, məxrəcdən azad olsun. 2A-nı 5-ə vuranda 10A. 10A dərəcə bərabərdir. Bunu 5-ə vuranda 5 nəxçə gedib 9A dərəcə olmuş olacaq. Üzərinə gəlsin 32-ni də 5-ə vuranda 10, 160 olmuş olacaq. 160 dərəcə təbii ki. Bunlar dərəcələrdir. Hə, 9A, 10A'dan 9A dərəcəni çıxanda bir dənə A dərəcə bərabərdir 160 dərəcəyə.
Elə bunu soruşur da. Deyir bizə ki, A-nın hansı qiymətində? 160. Cavab olacaq 160 dərəcə. Vəssalam. Cavab 160 dərəcə. Bir də deyirəm, düsturda sadəcə yerinə yazırıq. Farenheitin yerinə yazmalıyam onun yanındakı 2A-nı. Düsturda bura Farenheitin yerinə baxın. Farenheitin yerinə 2A-nı qoyuram. Celsiusun yerinə isə A-nı qoyuram. Belə bir tənlik yaranır. O tənliyi həll etmək lazımdır sadəcə. Növbəti sualda təəssüf ki, şagirdlər səhv yazdı. Maraqlıdır. Bir zər ilə üzləri gerb xəritə olan 4 metal pulu atdıqda mümkün halların sayı. Nə qədər mümkün hal var? Bax burada elə özü də deyib ki, vədə. Və olanda bunlar vurulur uşaqlar. Yəni siz toplamısınız. Bir zərə atanda nə qədər hal var? 6 hal var. Məsələn 1 düşə bilər, 2 düşə bilər, 3 düşür, 6 düşə bilər. 6 dənə hal var. Vururam. Niyə vururam? Uşaqlar burada və var, və ya yoxdur. Vururam. 4 metal pulda da gerb xəritə üzləri var da. Bu da nə deməkdir? Hər dəfə gerb xəritə üzü düşmək üçün 2-də 1 hal, 2-də 1 hal, 2-də 1 hal. Bunlardır da, düzdürmü? Bunlar ehtimalını hesablayıram da. Mənə demişdik mümkün hallar sadəcə. Ona görə 2-ləri götürürəm. 2 düşə bilər. Bax, gerb xəritə düşə bilər birinci halda. Yenə 2 dənə düşə bilər hal, 2 dənə düşə bilər, 2 dənə düşə bilər. Və 4 metal pulu da hesablamaq üçün bunlar vurulacaq. 2, 2, 2, 2 eləyəcək bizdə 16. Yəni metal pulun da ehtimalı olacaq 16. Yazdım bura. Yəni zəri hesablamaq üçün 6 dənə mümkün hal, metal pul olması 16 dənə mümkün hal. Bunlar da və olduğu üçün bir-birinə vuranda 16-nı 6-ya vuranda 96 cavabını almış olacağam. Cavab burada 96-dır. 96. Növbəti sual. Bölünən A-dır, bölən 7-dir, qalıq isə 4-dür. Baxın, bölünən A-dırsa A-nı tapmaq üçün mən bərabərdir. Böləni 7-ni hər hansı bir ədədə vursam, məsələn x-a vursam, natamam qismətə, üzərinə qalığı gəlsəm bu formada olacaq. Baxın, natamam qismət x olsa, bölünəni A-nı tapmaq üçün böyük ədədi. Böləni 7-ni natamam qismətə x-a tutaq ki vursam, üzərinə də qalığı gəlsəm alınır. A 7x üstəgəl 4-dür. Düzdürmü? Baxın, bizə verilən isə, bax burada verilən 8 ilə 9 arasındadır, düzdürmü? Bunun bir 7-yə vururam mən hər tərəfini. Hər tərəfini, bax bunun, buradakının, hər tərəfini 7-yə vururam. Bu 8-i 7-yə vuranda 56 kiçikdir. 7-dən 7 ixtisar gedir, qalır A. Kiçikdir. 7-dən 9-a vuranda 63. Yəni 7x üstəgəlsin 4, 56 ilə 63 arasındadır. Yazmalıyam 56 kiçikdir. A-nı yerinə yazıram 7x üzərinə gəlinsin 4 kiçikdir 63. 63. Sonra hər tərəfdən 4 çıxıram ki, buradakı x-i mümkün qədər tək saxlamalıyam axır. Hər tərəfdən 4 çıxıram. Burada qalır 52 kiçikdir 7x. O da kiçikdir. 63-dən 4 çıxanda 59. Düzdürmü? Hər tərəfi də 7-yə bölsəm, təqribi tam alsam, tam ədəd neçə ola bilər? 7, çünki 7-yə bölürəm ki, x tək qalsın. 52-ni 7-yə bölən təqribi 7 tam düşər. 7 tam nə qədərsə də onu yazmaq ehtiyac yoxdur. 7 tam nə qədər? X-da x idi da bu. X da bərabər x da kiçikdir. 59-da 7-yə bölündə 8 tam nə qədərdir, düzdürmü? Düzdür? Bəli, 8 tam nə qədər? Yəni bu aralıqda x-ə nə qiymət verə bilərsən tam ədəd? Nə qiymət verə bilərsən? 7 tamdan böyük, 8 tamdan kiçik. Bir dənə 8 var da. Hə, x-ə qiymət verib a-nı tapa bilərsən. X-in 8 qiymətində, baxın 8 qiyməti aparıb burada yerinə yazsam, a nə olacaq? A bərabərdir. X-in yenə burada 8 yazsaq, 8 vur 7. 56 üzərinə 4 gələndə 60. Yəni cavab burada, cavab yerinə yazacağız 60. Uşaqlar bir şey deyim, A bərabər də 60 yazmayın orada. Bir dənə cavabı qəbul edir sistem. Yazın 60, nə 50. Cavab 60-dır bu sualda. Bəs niyə bunları belə tənlin elədik, uzatdıq? Baxın, istəyirsiniz qısa deyək də. Elə baxın, yenə 7-yə vursaq, A burada 56 ilə 7-yə vursam, 56 ilə nəyin arasındadır? 63-ün arasındadır, düzdürmü? 63-ün arasında. 56 ilə 63-ün arasında 7-yə böləndə qalıq 4 eləyən hansıdır? 60-dır da. 60-ı 7-yə böləndə qalıq düşəcək 8 dəfə. Qalıq da olacaq 4. Vəssalam, belə seçə bilərsiniz seçmə yolu ilə. Onsuz da 56 ilə 63 arasında elə bir ədəd bir dənə olacaq. 7-yə böləndə qalıq 4 verən. 60. Növbəti, burada mən 2 dənə uşaq dedi ki, bu nə deməkdir? Bu nə deməkdir? Uşaqlar, burada sualda həmişə belə deyək də, riyaziyyatdan əlavə belə bir Azərbaycan dili deyək də, Azərbaycan dilinə də önəm verin. Cümlələrdə nə demək istəyir, ona önəm verin. Yəni burada sadəcə söz oyunudur da.
Baxın, ədədlər sırasının hansı 2 modalıdır? Sən modanı bilirsənsə, 2 modalı sözündə çıxardış eləyə bilərsən də artıq. Moda nədir? Verilmiş sırada ən çox təkrarlanan ədəd. Düzdürmü? Ən çox təkrarlanan ədəd. 2 modalı sıra deyirsə, deməli sırada 2 dənə moda olacaq da. Məsələn, 1, 1, 2, 3, 3. Baxın 2 modalı. Niyə? 1 2 dəfə istifadə olundu, 3 də 2 dəfə istifadə olundu. Deməli moda burada 2 dənədir. Həm 1-dir, həm də 3-dür. 2 modalıdır. Düzdürmü? Bu deməkdir də. İndi baxın variantlara. A variantında 7 7 2 dənədir, amma 8 9 bir dənə. 2 moda olmadı. Bir dənə 7'lər var, bir dənə oldu. C variantında heç moda yoxdur. 6 7 8 hərəsindən bir dənədir. Sonra D variantında 2 dənə 9 var, deməli 1 modalıdır da. Cavabımız isə B variantıdır. Cavabımız olacaq B variantı. 7-dən 2 dənədir. Bir də 9-dan 2 dənədir. 7, 9 2 dəfə olduğu üçün 2 dənə moda var. 7 ilə 9. Yəni 2 moda olacaq B variantı. Cavab olacaq burada B variantı. Növbəti sual. Bərabərsizliyin natural həllərinin cəmini tapın. Sadə bir sualdır da uşaqlar. Səhv eləmişsiniz burada. Deməli, hansı ki səhv eləyib onları səslənirəm. Hə, natural həll deyirsən, asandır da uşaqlar. 3,8-dən böyük natural ədəd hansı var? 4 var, üzərinə gəlsin. 5 var, üzərinə gəlsin. 6 var, üzərinə gəlsin. 7 var. Hətta 8,3-dən də kiçik 8 də var. 8 də var. Vəssalam. Bunları toplamaq istəyir də. 4-lə bunların cəmi 15 eləyir, bunların cəmi 15. Cavabımız eləyir 30. Cavab 30. Bəsit sual deyil uşaqlar. Sonra deyir ki, sonlu onluq kəsir. Bax, yenə sonlu onluq kəsir. Sonlu onluq kəsir olması üçün kəsirin məxrəci 2-5 vuruqları olmalıdır. 2-5 vuruqlarından ibarət. İndi baxın. Baxın. Mən K bölünsün 18 ifadəsində nə görürəm? K məxrəcdə 2 vurulsun 9 görürəm. A. Bəs bu 9 artıqdır. 9-u axı ləğv eləməliyəm mən. 9-u ləğv eləmək üçün deməli K-nın yerinə 9 olmalı idi. 9'lar ixtisar getsin. Məxrəcdə qalsın 2-də 1. Məxrəcdə 2 qalsın da daha doğrusu. K-nın hansı natural qiymətində? 9 qiymətində. Cavab 9. Biri yazıb 8. Baxın. K-nın yeni 8 yazsaq. K-nın yeni 8 yazsam 2 ixtisardan sonra yuxarı sürətdə 4. Məxrəcdə isə 9 alınacaq. Axı 9 qaldı. Məxrəcdə 2-5 vuruqlarından biri olmalıdır. 2-5 vuruqlar iştirak eləməlidir deyək. Sürətdə 9 olsaydı 9'a ixtisar gedib bunu 2'də 1 yazardım. Bəli, məxrəcdə 2 qaldı. Yəni K bərabərdir 9'dur. Cavab 9. Növbəti sual. Kvadratın perimetri 38-dən kiçik olarsa, asan sualdır uşaqlar, asan sualdır. Kvadratın perimetri nədir? 4A. 4 tərəfini toplayanda 4 eyni tərəfi toplayanda 4A eləyir. 4A perimetrdə 38-dən kiçik olmalıdır. Kiçikdir 38-də uşaqlar. 38-də 4-ə böləndə A kiçikdir. Deməli, neçə tam düşür? Tamını yazın, alınacaq cavab. 38-də 4-ə 9 tam düşür da. 9 tam nə qədərsə tutaq ki. Bunu ödəyən deyir, ən böyük natural ədəd hansıdır? Yəni 9 tamdan deyək. 9 tamdan kiçik nə var ən böyük? 8 var. 9 var da, düzdürmü? 9. A burada ən çox 9 ola bilər. Məsələn, yəni kvadratın tərəfi. Tərəfinin deyir ala biləcəyi ən böyük natural ədəd 9 ola bilər. Növbəti maraqlı sual. Deməli, K-nın hansı natural qiymətində 2 qat bərabərsizliyin 5 natural həlli var. Uşaqlar, 5 natural həlli olması üçün biz bilməliyik ki, burada bir dənə kiçik bərabərdir, bir dənə kiçik işarəsi varsa, demək belə çıxır ki, sən K-dan 3'ü çıxmısan, bərabər eləmirsən 5-ə. Məsələn, niyə? Deyəcəm. Mənim ədədim məsələn burada 3 olsa, kiçikdir, bərabərdir, x olsa, kiçikdir, deyək ki, 5 olsa, mən hansı ədədləri götürəcəm bu aralıqda? 3'ü götürəcəm, 4'ü götürəcəm və salam. Bax, fikrin 5'dən 3'ü çıxır həmişə. Deyək ki, başqa bir nümunə olsun. Baxın, o həmişə elə olmur da. Yəni böyükdür bərabərdir, bir kiçikdir, ya yoxud da kiçikdir, böyükdür bərabərdir. Bu olanda sadəcə çıxırsan. Ədədlər arasındakı ədədləri tapmaq üçün. Həlləri tapmaq üçün. Məsələn, deyək ki, burada 7-dir, kiçikdir işarəsi x, burada da kiçikdir, bərabərdir 12. Bunu ödəyənlər nələr var? 8 var, 9 var, 10 var, 11 var, 12 də var axı. 5. Baxın, necə 5 tapdı? 12-dən 7 çıxdı, düzdürmü? Baxın, ödəyir. Qayda nədir? Buradakı K-dan bu 3'ü çıxanda x-in natural həllərinin sayını tapacaqsın. Bax, burada x naturaldır. K-dan da 3'ü çıxanda, bax, K-dan 3'ü çıxanda 5 olmalıdır. Çünki mənə deyib ki, 5 dənə natural var. Məsələn, K bərabər nəyə? 3-ün 5-in cəminə 8-ə. Bizə deyir K-nın hansı natural qiymətində? 8. Cavab 8.
ədəd oxu ilə bağlı belə bir maraqlı sual. Məsələn, ədəd oxunda A 2K çıxı 1 nöqtəsi ədəd oxunun hesablama başlanğıcından 5 vahid məsafədir. 5 hesablama başlanğıcı da 0-dır. Bax, bu 0-dan 5 vahid məsafədə yerləşir. O hansılarda ola bilər? Mənfi də ola bilər, müsbət də. Məsələn, A-nın yeri burada da ola bilər. A-nın yeri burada da ola bilər. Yəni 2K çıxı 1 mənfi də ola bilər, mənfi hissəsində. 2K çıxı 1 müsbət hissəsində də ola bilər. Yəni 5 vahid məsafədə yerləşmək nə deməkdir? 0-dan 5 çıxanda belə deyək də 0-dan 5 çıxanda neçə eləyir? Mənfi 5 eləyir. 0-ın üzərinə 5 yəni neçə eləyir? 5 eləyir. Yəni 2K çıxı 1 bir dəfə mənfi 5-ə bərabərdir. 2K çıxı 1 bir dəfə 5-ə bərabərdir. Bunu həll edirik. 2K çıxı 1 bərabərdir mənfi 5-ə. Buradan 2K bərabərdir mənfi 4-ə. K bərabərdir mənfi 2-yə. K'nın mənfi 2. Bir dənə qiymətini tapdıq. Bir dənə də 2K çıxı 1 bərabərdir 5-ə. 2K bərabərdir 5 nə birincəm 6-ya. K da bərabərdir bir dəfə də 3-ə. Bizə deyir ki, bu mümkün qiymətlərin hasilini tap. Uşaqlar, cəminizdən tapmayın hasilini. Mənfi 2 vurulsun 3. Mənfi 2-ni 3-ə vuranda mənfi 6 cavabını almış olacaqsın. Cavab mənfi 6. Bir dediyim, 0-dan 5 vahid məsafə 0-dan 5 çıxırsan, hesablama başlanğıcı 0-dır. 0-ın üzərinə 5 gəlirsən. Yəni A-nın qiyməti bir dəfə mənfi 5-dir, bir dəfə 5-dir. Yəni dolayısıyla yolla 2K çıxı 1 bir dəfə mənfi 5-dir. 2K çıxı 1 bir dəfə 5-dir. Hesablayıb tənlikdən K-nın 2-dən qiymətini tapıb bir-birinə vurmaq lazımdır. Növbəti başı bəlalı sual. Demək olar ki, deyəsən sınağı 12 nəfər işləmişdi. 12 nəfərdən heç kim bu sualı tapmayıb. Çox belə maraqlı gəldi. Maraqlı da sualdır. Deməli, bizə deyir ki, aşağıdakı bərabərliklərin hansının həlli olmayan yeganə ədəd var? Baş qarışdıran bura deyə, həlli olmayan yeganə ədəd var. Baxın, A variantına baxın. A variantında həll eləsək, x çıx 1 və yaxud da modulda deyək. Modul 0-dan böyük bərabərdir. Nə deməkdir? Modul 0-dan həmişə böyükdür də. Yəni, modul 0-dan böyük bərabər o deməkdir ki, yəni hər şey. Modul 0-dan, A variantında modul 0-dan böyük bərabər deməkdir, hər şey deməkdir. Mənfidən, baxın, mənfidən müsbətə doğru hər şey A variantını ödəyir. Amma həlli olmayan deyir. Bir də ödəyir, düzdürmü? Bu həmişə doğrudur. A variantı həmişə doğrudur. Həlli olmayan yeganədir. Bu A variantı ola bilməz heç. Sonra, deməli, C variantı. Modul 0-dan kiçikdir deyir. Buna vaxt ola bilər. X-in yalnız bir qiymətində. Həlli olmayan. A variantının biraz səhvdir deyil. A variantının həlli hər şeydir. Həlli olmayan 0-dır. Həlli olmayan, yəni həlli hər şeydirsə, həlli olmayan yoxdur da deməkdir. Bu amma deyir, yeganə ədəd var axı. İndi C variantına baxın, C variantına. X çıx 1 moduldan kiçik bərabər. Bunu ödəyən yalnız X var. X bərabərdir 0 var. Daha doğrusu X bərabərdir 1 var. X bərabərdir 1 bunun həllidir. 1 bunun həllidir. Modulda 0-dan kiçik ola bilməz. Yəni həlli olmayan çoxdur. Bu deyir ki, həlli olmayan yeganə ədəd var. Bir dənə diqqətlə baxın bura. Bax, X-in yenə 1 qoysan, düzdürmü? Bu nə olacaq? 0-a bərabər olacaq. Bərabərlik halı olacaq. Kiçik bərabər demirik, bərabərlik halı olacaq. Yəni həlli olan bir dənə həlli var. Belə deyək də, bu cümləni belə quraq. Həlli olan yeganə ədəd var. C variantında olardı. Həlli olan yeganə ədəd. Olmayanı istəyirsə, C variantında həlli olmayan çox şeylər var. Ona görə bu heç vaxt ola bilməz. Sonra D variantı. Yoxsa B-ni yoxlayaq, baxaq da. B-yə baxaq, B-yə. B variantı. X çıx 1. Gəlin D-ni yoxlayaq. X çıx 1 modulu kiçikdir 0-dan. Kiçikdir 0-dan deyirsə, modul 0-dan nə vaxt kiçik ola bilər?
modul 2 sıfırdan nə vaxt kiçik ola bilər? Ancaq bərabərlik halı olmalı idi. Düzdürmü? Bunun həlli olmayan çox şey var. Bütün ədədlər, hər şey bunun həlli deyil. Həlli olmayan yeganə ədəd var. Baxaq, x-ə 1 versəm, həlli olmayacaq. X-ə 1 versəm D variantında 0 olacaq, 0-dan kiçik. Düzdürmü? Onda bunun x bərabərdir 1 halı, x bərabərdir 1 halı. Bunun həlli deyil, həlli olmayan bir dənə ədəd var. X bərabərdir 1 halı. Cavab burada olacaq onda D variantı. Fikir verin ha. X bərabərdir 1 olanda modulun içi 0 olacaq. 0 0-dan kiçik bərabər olmalı idi. Kiçikdir verib. X bərabərdir 1, bunun həlli deyil. Yəni həlli olmayan bir dənə x var. Bəs həlli olan olması üçün x-in yerinə baxın, x-in yerinə elə bir ədəd yaza bilməzsən ki, bunu ödəsin. Düzdürmü? Başa düşdünüz? Amma D variantında həlli olmayan, daha doğrusu D variantında həlli olmayan çoxdur, daha doğrusu. D variantında həlli olmayan bütün ədədlər. Məsələn, x-in yerinə məsələn 2 də yazsam həlli olmayacaq. D deyil cavab. Burada baxın, x-in yerinə 2 də yazsam 1 olacaq, 1 0-dan kiçikdir. Bax, həlli olmayan çoxdur. D variantında həlli olmayan çoxdur. Bu D variantı getdi. Cavab olacaq B variantı. Bax, fikir verin. B variantına bir dənə baxın. Bax, B variantında x-in yerinə 1 yazsan, x bərabərdir 1 yazsan. X-in yerinə 1 yazsan həlli olmayacaq. 1-dən 1 çıxanda 0, 0 0-dan böyük deyil. Amma 1-dən başqa nə yazsan ödəyəcək. Bax, D variantı, B variantına elə A variantına oxşuyur da. Baxın, ya belə deyim sizə, tam başa düşəcəksiniz sizə, baxın. Bax, A ilə B variantı arasındakı fərq nədir? Ona bir dənə baxın. Ancaq bərabərlik işarəsi. X çıx 1 modulu 0-dan böyükdür, yoxsa böyükdür, bərabərdir. Böyükdür, bərabərdir olanda həlli çoxdur. Bildiniz necə? Yəni x bərabərdir 1, bunun həllidir. Həlli olmayan həll yoxdur. Yəni bunu ödəyən hər şey var. A variantında bunu ödəyən hər şey var. Amma B variantında ödəməyən bir dənə ədəd var. Ödəməyən. O da x bərabərdir 1-dir. Yəni necə? Həmin bərabərsizliyi ödəyir, bunları yazmayıblar. Bərabərsizliyi ödəmir daha doğrusu. Yəni həlli deyil də. B variantında, uşaqlar, bir dənə B variantını tək saxlayayım mən. B variantında, bax, ətraflı danışıram ki, başa düşək. B variantında modul x çıx 1 böyükdür 0. Bir dənə ətraflı buna baxın. X bərabərdir 1 olmayacaq. Olacaq x fərqlidir 1. X bərabərdir, üstündən xətt çəkirəm, fərqlidir 1. Niyə? X yenə 1 yazsan, 1 çıx 1 modulda olacaq 0, 0 0-dan böyük deyil, axı böyük bərabər olmalıydı. Amma başqa hər şey yazsan bunu ödəyəcək. Çünki modul 0-dan böyükdür də. Nə istəyirsən yaz, ödəyəcək. X-in yerinə 2 yaz, nə bilim 0.5 yaz. Nə istəyirsən yaz, X-in yerinə ödəyəcək. 3 yaz, nə mənfi 1 yaz, mənfi 5 yaz, ödəyəcək. Amma bir dənə x 1 bərabərdir 1 yazsan ödəməyəcək. X yenə 1 qoysan 0 0-dan böyük olmayacaq. Deməli bunu ödəməyən bir dənə əl var. X bərabərdir 1-dir. Qalan hər şeyi ödəyir. Bax, daha qəşəng cümlə budur. B variantında qalan hər şey ödəyir. Həlli olmayan bir dənə ədəd var, yeganə ədəd var. O da x bərabərdir 1 halındadır. Cavab B variantı. Çox qəşəng bir sualdır bu. Ona görə yəqin səhv yazıblar. Nəysə, uğurlar sizə uşaqlar. Digər sınavlarda inşallah görüşərik.